pis kişilərin. Xeyr, Titanik Linzaya görə deyil, ağlamışam. Vallahi Linzaya görə deyil. Sən Linzanı indi çıxardım. Almamışam, səhifə göndərib. Bir də onu bilirəm ki, Allah pis kişilərin bəlasını versin. Всё, qutardı. Verir. Nə pul diyor o 350 manat. Puldu o. Yok, bacısı. Elnur'un baldızı ya. Ay Allah, sen dediğinden olsaydım Allah hakkı etsinəyin dərdini çəkməzdim ha. Vallahi Qur'an and olsun. Dediğinden olsaydım Allah hakkı deyirəm, heç nəyin dərdini çəkməzdim. Heç nəyin dərdini çəkməzdim ki. Buradan alıp oradan verərdim. Allah and olsun. Kur'an hakkı dediğin kimi olsaydım şortu, tortu, portu, ondan, bundan olsaydım Kur'an hakkı var ha. Sen o yazdığın sözler var ha. Buradan alıp buradan vererdim. Vallahi. Allah hakkı. Bombasan deyəndə yox, sən olan yerdə mən bomba deyiləm. Bomba sənsən. Bilmirəm ki, kraskamın rəngin Səidə xanım eləyim. Artistəm Eldəniz. Düz dedin. Artistəm. O sözü düz dedin. Vallahi artistəm ki, ev axtarıram da. Sən dediklərindən ki, ev axtarıram da. 600 manatlıq, 700 manatlıq evlər göstərirlər. Vallahi sən deyəndən olsaydım gedib qalardım 600-700 evdə. Deyərəm əşinə vecmi, o bu verəcək də, Eldəniz kimlər verəcək. Vallahi. Salam Duman, necəsən?
Hə, vallah, kənd həyatı ölür. Bizim millət ancaq ölür. Ölür bizim millət. Ancaq qınasınlar, ancaq. Dünənlər gedib axşam həzaslanırda səhifəni açmışam. Paltarları gətirib reklam eləyirəm də, göstərirəm. Oradan biri yazır ki, hə, bacısı kimi özü də yolun gedir. Bacısı öyrətdi bunu da filan şeyə. Bacısı öyrətdi bəhmən şeyə. Sən get bu işteriyaları sat, modellik sənlik deyil. Filan şey sənlik deyil, bəhmən şey sənlik deyil. Niyə? Başa düşmədim. Mənlik nədir bəs? Mən nə vaxta qədər elə 5-3, nə vaxta qədər? Baxıram, deyirəm, ay Allah, necə yanıq qadınlar var, necə sevgi görməyən qadınlar var, necə deyim, ər adı olub özü olmayan qadınlar gəlib bütün zəhərini mənə tökür. Heç nə, sevdə getdi qabağa, altına aldı, qoydu, ranzunu ver, ev aldı, qoydu, hər şey oldu, sən olmadı. Vallahi axtarsan məni söyənlər, sizin hər şeyiniz var. Abbas 20 yanvarda məni görə bilərsən, hə? Bütün gün çatdırılmadayım, sən məni hər yerdə görə bilərsən, hər yerdə. Mən xoşlayıram. Mən özüm pul qazanmaqdan ötürü ölürəm. Həqiqi ölürəm. Mən qala bilmirəm. Mən istəyirəm ki, mən kaşlokumu açanda çoxlu pul görüm. Xoşum gəlir. Ümumilikdə sevirəm. Mən xoşum gəlir, mən kaşlokumu açım, mən kiməsə indiyənə qədər ağız açmamışam. Mən bacımın işi də var, gücü də var, evi də var, eşiyi də var, maşını da var. Hələ indiyənə qədər mən Nəriminə deməmişəm ki, mənim kartıma 30 at, 20 at. Sıxıldığım günlərin heç birini mən Nəriminə deməmişəm. Heç birini. Mən tamamilə başqa qəlbə sahib qadınam. Tamam başqa. Bilirsən, gərək üz olsun qazanmağa, üz tək qəhbəlikdə deyil. Tək qəhbəlikdə deyil, üz. Pulu çox yerdə qazana bilərsən. Amma baxır necə, nə cür. Mən məsələn, dünən Həzaslanırda canlı açmışdım. Hamınız yazırsınız. Düşü yazırsınız, gic yazırsınız. Nə olubun? Nə olubun? Niyə partlayırsınız? Niyə yanırsınız? Dünənin evdə canlı açıb, dilənənləri indi əlinə mikrofon alıb mahnı oxuyur. Nə olubun? Yanvar falan. Hə, Sofiya, kefim yoxdur, yəni ev axtara bilmirəm. Tapa bilmirəm. Ev tapa bilmirəm ki, mən veşlərimi bir dəfəmlə yığım, pakovqalayım, çıxsam.
necə vacibdir Bakıda qalasan? Sən nə qələt eləyirsən bə Bakıda? Sən nə qələt eləyirsən bə Bakıda? Qalma da Bakıda get rayona bax. Mən gedim rayonda harda qalım? Dədə evim yoxdur. O vaxt bizi evdən çıxartdılar, evdə getdi. Harda qalım? Olsun ki gedəndə, xarabam olsun ki gedəm xarabama. Yoxdur axı. Yəni elə burada gəlib özünü elə aparırsan ki, cadı indi hamıdan çox sən bilirsən. İnsan dədə evi olar, gedib dədə evində sındırıb qalar da, o da yoxdur. Hə, çox pintiyəm. Bu dəqiqə var ha. Bu dəqiqə hər şeyin başını bıraxmışam. Nəyin ki pinti? Cid sənsən, özünsən cid. Dəryanur, özvə qismət, ay Dəryanur. 3 otaqlar var da, başıma dönüm, özvə qismət. Sağ-salamat oturasan, deyib gülə-gülə, deyib içə-içə. Burada gəlib mənə pinti sözü yazanlar, mən evdən çıxıram. Bu dəqiqə pinti, təmiz, toxlu, umurumda belə deyil. Bir dənə ev tapım çıxım. Buraya elə yapışmışam ki, qopa bilmirəm, bacı. Çıxmaq istəyirəm bu dəqiqə buradan. Ev axtarıb çıxmaq istəyirəm. Dediğin sözlere bir gram yetmedi. Bassın da bacı. Evi çık bassın da. Benim evim değil ki. Cemaatin evi de. Bir aya ev taparlar. Bir aya ne ev tapacaq? Bir aya ne ev tapacaqlar? Yok, təzə ev deyil, həminki evdir də. Evim var, 5 mərtəbə.
Getmir ay bacı. Başına dönür. Millət getmir. Millət evin pulunu verir. Millət getmir. Evin pulunu verir. Verir, həmin evi saxlatdırır. Çünki mən kimi cicdir. Vicdir. Qaydanda ev tapa bilmir. Elə adam tanıyıram ki, hamısının evin pulunu verir, qalmaya. İndi o deyil, ay bacı, başıma dönərəm, o getdi. Millət mənim kimi deyil, bir aya ev tapsın. Çıxardır, özü gəlir. Niyə vermir? Tələbənin anası dərəsi yoxdur, bacı. Tələbənin anasına dərəsinə nə gəlir? Ay bacı, nə bilim, özü gəlir, bilmirəm, nə hayırır, neynir, bilmirəm. Gəlsin də cəmat evinə gəlir də, nəyinə gərək? Sağ ol, sən necəsən, ürəyim? Nə var nəyim? Allah aşkına, bilmirəm, çıxartsın da, deyir çıxart da. Qaldırır, deyərdir ki, qaldırıram da, Seva, qaldırıram, qaldırda. Neçə ildir qalırsan, 3 il. Boşandığım gündən bəri. Boşanmamışdan da qabaq. Ay Allah, Ruhi, sən də laf kefsən, ay Ruhi, sən elə oradasan. Nə olub oturuşuma? O elə oturanların elə bəxti gözəl olur, narahat olma. Düz oturub olmadı. Harada qalacaqsan, heç nə, qapını sən üzümə atsan, qalaram səndə. Əliniz evlənir, cəhənnəmə evlənir. Salam Seva. Camiənin ortasında əlimi də fikirləşim evlənməyin. Artıq evim var. Qarşılığı nədir bu artıq evin? Nə qədərdir pul? Haradadır artıq evim? Ben de görürüm. Hiçbir harada elətdim sən müşahidədə. Nərmin gildə qaldı, qala bilmərəm. Artıq qurbanlıq edərəm, sağ ol. Telefon, evi, nizami, izlə bunu, yaxşı. Sən hansı səhifəndir ki, bu ay Orxan? Təzə səhifəndir. Bu ev 300. Qudurdu. Mənim əlim qudurdu. Çox qudurdu. Kişiyə artıq sevgi vermə. Artıq sevgi verəndə təpəndə oturur. Vallahi. Kişinin biraz artıq sevib təpəvə çıxartdığınızda sənə deyir. O sən deyilsən. Yedim, yemədim, yedizdirdim. Siz tanımadım. Tanımadım elə dedim ki, hardan tanıyayım, başıma dönərəm. Üzürlü say, əgər tanıyıramsa da üzürlü say. Mən Allah haqqı Seyid bu dəqiqə var ha, o vəziyyətdə deyiləm ki. Bir dənə Allah haqqı deyirəm, firfili olsun. Firfili olsun, ev tapım köçün. Uca artıq ayın 25-nə qədər mənim vaxtım qalır. 15-i 10 günə mən çıxmalıyam da evdən. Rovna 10 günə.
Şükürler olsun ki çıxım bu evdən. Sen benim bağışlayın, siz beni bağışlayın, narahat olma. Yo, narahat değilim. Ay kızlar elgəsi özü gəlir də, özü gəlir qalır. Bilməm nə qayır, nə eləyir, nə işiyordur, özü gəlir də, evidir də balam, başına dönərək. Ürəyi istəyir, evinə gəlir. Gəlib məndən bir yerdə yaşayası deyil ki, təbii ki, mən çıxmalıyam, o gəlməlidir. Nərimin canlısında görmüşdüm, mən lap yaxşı. Mən var ha, səhərdən axşama qədər denəm bu dağı söç. Dağı söç, yerində bir dənə ev tiç fəhləli ilə, filan şeylə, bəhmən şeylə eləyərəm. İş görməkdən qorxan qız deyiləm. Qəti qorxan qız deyiləm. Amma ki, darıxmaq məni necə sıxırsa, onu bir dənə Allah bilir. Yəni, bu ev atda oldu, mən piyada. Niyə tapa bilmirəm, mənə maraqlıdır. Şurada özüm də tımcıqram, belə yaşamaqdan. Mən burada adnarazlı yaşayıram evdə. Allah. Adamın əli də gəlmir, yemək pişirə, filan şey eləyə. Əlim gəlmir. Bax, uşaqlara yemək pişirəm, heç gəl bunlar ac qalmasın. Hamısını yığmışam, qoymuşam orada. Ay, yox, bacıcıla yox. Ekran bəyən. Ay, yox, Ümid, yox. Deyir, gəl qal. Elnur özünü öldürür. Allah haqqı. Elnur özünü öldürür. Get bizə. Eləmişəm maklərə. Demişəm. Dedim Allah haqqı, maklərə də dedim. Dedim ev tap, o da mənə tapdı. Dedi 3 ay birdən 1500 manat ver. Rayona gedirlər. Boşa düşmədim. Mən xeyr ola. 3 ay birdən verim sabahda. Sabahda o gitməlisin ki, davay çıx çölə. Yəni hər adam belə Seva kimi diribaş ola bilməz. O bayaqdan tərifini adını çək qulağımdır. Görüz gəldi. Hər adam Seva kimi diribaş ola bilməz. Sağ ol, sən necəsən? Başladı yenə də. Ay, vaxt alıram, nə bildim. Harada? Ay, 20 yanvarda axtarıram da. Tutan orada. Evet, sazı Allah çıxıram. Adıyam görmeye soğanın altını söndürdüm. Ben yalan külə dönəriyim. Həyat evi istəyirsən, yoxsa doktor çoxsa? Həyat evi istəyirsən, bina. Bina, Orxan, bina. Yaxşıdır da bax. Qapını açdım. Bu da 5 addımlıq yolda market. Ağzımın içi. Qonşu yox. Al-marketlə qonşu yox. Qonaq gəlsin evə, sən padudar eləməyəcək. Nə deyirlər ona? Belə şeydə qoymayacaq. Qaç bir mağazadan sok al, nə bilim konfet al, çay al. Seva yaz mənə. Seyid sən yaz mənə, görüm nə deyirsən. Mən yaza bilməyəcəm.
Deyirəm çıxıram deyənə, nə təmizliyim var, nə səliqə var. Onu orada qoyuram. Paltarı klokun içindən əz-yüzü çıxardıram. Möcələm bu. Allah. Nə vaxt çıxırsan? Ayın neçəsidir vaxtı? 10 gün vaxt qalıb, 10 günə çıxmalıyam. İnanırsan, elə çətin işdi o. Köç eləmək. Orxan, yataq mebelini satdım. Kavralitləri satdım. Stolu satdım. Ki, kavralitdə yerdə xalçalar yoxdur, onları satdım. Sonra Nə satdın onlara? hamısını satdım. Dəyər dəyməzinə. Allah. Elə bir oda təzə kirayəyə köçmüşdü. Hə. Nə da? Ay, sveji toyuq yoxdur. Ana, Orada soyucuda da var da. harda? İki kapının soyucularımız var ya Murat. Falan yazılmış. Grill al, lan Sevər, grill. Hə? Grill al, grill. Ada, yo, özüm pişirəm, yaxşı pişirəm, çığırtma ilə. Ay, səni alan yaşadı Allah. Səni alan. Torba, yox ada. Xoşbəxt oldu getdi. Hər gün çolpadan pişir qabağına yesin. Yoksa bizi alan makaron koy qabağıma. Bizi tapan makarona sarımsağı zadı sürtür koy qabağıma ki ye. Bir dəfə görmədim ki bir kebabdan zaten pişir. Nə ilə eləyənlərə belə arvatdıq olar, ay Orxan. Allah birisiyle belə tanış olmuştum. Dedim pişirebilse yemək. Deyirəm makaron. Xırdalanda Blue City məsləhətdir. Ora haradır? Ay qızlar, mən toğu aparıram evə pişirməyə, çəkin qoyuram bura, vurarsınız. Bilirsən 850. Hə, o xatan qadını. Hə, cibim. Hə. Həngamən ortasında aşınan çığırtma nə idi bilmirəm. Süperdi Allah haqqı. Qoysa böyle turşuları, xiyar turşusu, kələm. Orxan. Yandım ay Allah. Toğu aparıb, toki gətirib verərəm sizə. O toğuk da gündə də ha. O niyə aralanır? Nə böyük toyuqdur. O. Nəyinə gündədə də qorxuzma məni, tək təzər indi gəlir. O təmizdir, təzədir, iynədir. Maklerə də demişəm. Makler mənə 2 dənə ev satdı. Biri 700 manata, biri 650 manata, bir dənə də ev tapıb. İçi dolu 500 manata, amma 3 ayı birdən istəyir. Gedir şeyə. Səninlə rayona gedir. Sonra da 3 ay bitəndən sonra deyəcək, davay. Təpik, çıx çölə. Elən ev istəmirəm. Köçdü də mənim kimi toppuşdu, ay Orxan. Çox kötü ya. Az o şişirdiblər şeylə, nasosla. İnanırsan ha? Görmüşəm reklamlarda zaten nəysə dirilər pişir. Məftun, salam Məftun. Məftun, buradasansa yaz sənə bir söz deyəcəm ama aramızda qalsın da, burada heç kim yoxdur. Harda axtarırsınız evi? 20 yanvar. Orxan, masazır pis yerdi, masazır. Oradan gələnməyəsən, mən oranı satmadım. Ha, Sen oradan buraya gelene kimi 40 tane şoförle dalaşarsan. Aleyküm sağ olsun. Şükür Allah'a yaxşıyam Məftun. Məftun aramızda qalsın, xəbərsizlik kimi olmasın. Sən daha uca danışır da. Geçə baş. Bobik sən daha uca. Ben Bacım xəbərsizlik məbi sən nə deyir? Hə. Bacım məbi sən nə deyir? Belli. Heç nə olmaz. Ged orada qal, bir dənə də çıxdı çubuşdan alıb atarı qaldı. O maşının olar. Olan neyle gelir? Necəsən ürəyim? Nə var? Nə yox? Orada Ayşə, bizimkilərin borcu yoxdur bura. Sən nə deyirdi? Yay mirçəyi. Sən yay mirçəyi deyirdi Məftun. Kulağım öyle. Gəl inzisə, yox inzis nə daha? İnzis budur bura deyil. Ezdeyiz masajda yaxşıdır, dəli. Qızlar, ay yox, ora gedənlərəm. Qızlar, ekranı belə nə edə, nə olar? Gedə bilmərəm, gedə bilmərəm. Biləcəri yox. 20 yanvarda rəfiqəmin bacısı ilə gözəl yerdə ev tutub. 400 manata. Niyə Ağ şəhərə yaxın? Orada ucuz evlər yoxdur. Enzesdə dayım qızı qalır. Yoxdur. Çox istəyirdim.
Sakin adamdır mənim kimi. Heç kimlə işi yox. Gizi yox. Ay bala. Ay mən toyuğumu vurum da. Güney'in üstündeki giyime Nə? indirime Nə danışırsınız? Biləm nədir kartı? Kart. Karta. O danışın kartı. kart 15 manat üzəri Çünki alış-verirsə, gözləyir. düşür 4 manata. Əlavə ödənişin yoxsa bu qiymətlə verilirsə, 15 manat pulunu kartı. 4 manata. Bana salın. Yox alma, lazım deyil alma. Düşəcək indirimə. İndirimlə onun pulunu ver. bir gözləmədən ki. Nə qədər verəcəm? 4 manata Ayşe baba. Hə? 4 manata toyuq. Yox, 7 manatlıq toyuğa 5 manat 40 qəpik verəcəm. Cüə sevdə 60-70 qəpik ilə varlandı. Nağarım kart atım, at kodu mən atım. Yəni zor deyil. Qəpiyə toyuq. Alıb qoyursan baboşun qabağına yeyir. Ye, özü də toyuğa dönüb, solpaya dönüb. Evdə 2 dənə həyət sopası var, mən yeyə bilmirəm. Ona görə pişirmədim o. Ona heç nə olmaz o xanım. Neçə otaq istəyirsən Sevda? Gəl Mehdiyabada. Bir nə qədərdən çıxıb Mehdiyabada keçsin. Yox, ümumilikdə qızlar. Üzü şəhərə getmək istəyirəm. İşimi şəhərə salmaq istəyirəm. Papam kimi, Otaq. ne yazıb? Papam kimi barçıldadırsan. Doğru da. Ola bilər. Hatırlatma. Hatırlatma. Ekran beğenək qızlar. Hər cür axmaq var orada. Harda? Xırdalan yaxşıdır. Məncə də xırdalan yaxşıdır, amma mən qoymurlar ora. Bax gör nə deyirəm, qulaq as. Cep xırdalandan 400 manatı tapacaqsan. Hər ay yolun 200 manat, 250 manat eləyəcək. Ondan sonra 600-650'ye şəhərdən tap rahat orada. Vaxt içində olmasın. Məsələn, çox vermək var, qazan. Onsuz da o yola verməyəcəksən o. Hep deyirəm uşaqlar. Avtobusa taksiyə nə verəcəksən məcbur? Deyəcəksən tanınmış TikTokerə. Dayı o qədər də yoxdur. Nə sənə məlağa vurursan, nə deyəsən? O bir nəfər var ya, hara gedir, deyir mən tanınmış TikTokerəm, nə adını çəkmirəm də, prim vermək istəmirəm ona. Deyir tanınmış TikTokerəm, mənə pulsuz elə. İndi sən də. Ay yo 20 yanvar. 20 yanvardan bir dənə rəfiqəm ev tapıb 400 manata içi boş. Elə mənim aynonlarımı aldı da o. Çox da qəşəng yeyirdi. Düşdün 5 dəqiqə metrodasan. Sakitçilik. Marşrutçun yerində olsam deyərəm ki, gözlərim aydın. Cəhizim var, ipini yığma. Yo, heç nəyim, hamısını satdım da, nə? Aha. Demirəm. Heç nə, bacım götürər də, kreditlə götürərik. Yox, heç nəyim yoxdur, orxan hamısını satdım. 20 yanvar superdir, deyirəm bəlkə də oradan gələcəyini bir də mağaza açaram özümə. Ne bileyim abi Orhan. Ha, yaxşı olar. Hələ 10 gün var da. Hadi yok ya 10 gün deyəndə sabah yok bir sürü mamamın ad günüdür. 3 günün gedir rayona yerdə nə qalır ki? Bir həftəyə mən qurtarmalıdır bu işlər.
Allah ömür versin mamiye. Neçə yaş olur Asiya? Desem hiç bilmirəm, ya 66'da ya da 67. Ya çox dedim elə bil. Çox dedim, deyəsən. Ne olur? Çox dedim. Toyğun içini ilə də. Güvərib yox. Bəsdir. Melisa xanım, necəsən? Ay Melisa xanım. Bilmirəm, mənim uşaqlarım da çığırtma yemir. Zirəkdir, bacılar zirəkdir. Bu iki bacı inan Allah plan elədi diviziyonu, yəni bu şey barəsində mən eləyə bilməmişəm. Sağ olun. Yaxşıyam ay Melisa xanım, görsənmirsən nəsə bir nəfərin yayımında, bildin də? Görsənmirsən o yayımında, samaçıqdır. Salam Ceyla, salam. Ay qızlar, ekran yoxu, mən dəri yemirəm ki, hamısını çıxardıram. Özü mən çığırtmanı filə ilə eləyirəm. Bu billəri saxlayıram, sulu bozbaş eləyirəm, ya qızardıram. Çığırtmanı ancaq döş əti ilə eləyirəm mən. Bilirsən, başım bıraq ay Melisa. Sən lazımdır, oturmuşsan da özün üçün. Yay gəlir, git dincəl orada burada, sən lazımdır TikTok. Sən də dincəlsən, Orxan. Salam İzoş. Ha, mən? Hə. Uşaqlar çağırır, hərəsi bir tərəfə çağırır. Qalmışam belə. Getmirsən arasa. Nəm qalmışam da belə. Getsəm də hələ yoxdur. Yəqin ki, bir ayın axırına yaxın. O qədər yerə çağırır, adam bilmir, Allah. Qalır belə ki, gedərəm orada belə olar, burada belə olar. Mən çoxluğu xoşlamıram, bilirsən də. Mən kimi. Çoxluq mən hərəsi bir qıraqdan ağız və ağız-ağıza ulaşırlar ya adamın qulağın dibində. Elə bilirəm ki, nervidə, yəni, əsəb oluram. Çığırtmanın başını bıraxdım, qızardıram. Yeməyəcək mənkilər. Köçülüb qalacaq. Qonşumuzun toyuqları kef eləyir çığırtma ilə. Hava yerə də soğan qovurdum. Allah. 2 dəqiqənin içində toyuğu parçaladı, indi çığırdacaq orada verəcək uşaqlara. Sonra halaldır. Mənim də qabağımda bir tava dolma, yarpaq. Hələ yiyib qutara bilməmişim. Harada yiyirsən ki? İşte. İştəsən? Ət yeməyi yediyim yadıma gəlmir uşaqlar. Ət yeməyindən vaxtım yadıma gəlmir. Melisa atma, ay Melisa, təşəkkür qədəs. Hansından soruşuram? Həyatıma girənlərdən. Ya makaron pişirə bilir, ya verməkin üstündən süzə bilir, ya yumurta, nə bilim, qayğanaq. Biri görmədim deyək ki, yaxşı 3 bacı pişirəm. Təşəkkür edirəm, ürəyim. Biri görmədim deyək ki, yaxşı, nə bilim, deyək belə toq qızardıram, dolma pişirəm. Ölməmişəm mən, ölməmişəm. Axşam isə üstündə toq qızarmışı gətirəcəm. Aş üstündə toq qızarmışı. Hara gətirsən? Elə deyim, Nizamiyə. Orada. Həzəfə orada təşrişə gedəcəm axşam. Oradan dönəcəm Nizamiyə. Da keçib kompot var, kompot da qoyla bir dənə. Dəyə daha yerdə. Görünür kompot. Yəni kompot qoyla, kompotun da yoxdur. Ala. Orada, sən mən zəif qız bilmə ya. Nə kompotu da o? Zoğal. Özdə buz kimi nə gedəcək aşına. Bəh. Bəşə gəlib elə ikimiz bir yerdə yiyək elə orada. Bax, orada şeylərdin də Allah haqqı. Povoyda şey yemək gətirəsən. Gəlib ona da paz olursan, Seyva. İstəmirəm, özün gətir, özüm yeyərəm. Döşəməni xoşlamıram. Döşəməni xoşlamıram. Mən uşaqlarım da xoşlamır. Ət, deyir, aşın içində ət olanda qəribə oluram. Qızım, qızım. Oğlum nə olur yeyir. Mən də soğanlı yemək yeyib. Mən
Ona soğan vurma ya. Mən 36 yaşım var, bu yaşıma kimi soğan yeməmişəm. Bilirsən o? Ədəbə yanıma mən də soğan yemirəm. Dəlisən, indi bunu bir qızardacam qıpqırmızı. Mən zarafası soğan yeməmişəm. İndi işim uşaqlar. Soğan bəli. Yemək üçün soğan. Allah, soğan yanımda da biri soğan yesin gəlsin. Sıracı gəlirəm o yanına. Kim olur olsun. İstəyir ən yaxın dostum olsun. İstəyir dünya gözəli bir xanım olsun. Əgər soğan yeyibsə, o nəfəsən soğan gəlirsə, elə bir ki, əqqamı giyinib qaçdım da yəni. Dayanmıram. Mümkün deyil ki, dayanım orada. Qızlar, əslində məndə həyət çorpası da var. Prosto buzdur yəni, həm də mən yemirəm həyət çorpası. Elə də sevmirəm. Dönər içində soğan olmayıb. Yalan deməz. Mən dönər yemişəm bu yaxınlarda. Niyə istəyə görə vurulur da dönərə soğan? Nəyə görə vurulur, hə? Ha, istəyirsən vursun. My laf yazıb sevgilisiniz. Başına xeyirsən də, danışdın çıxdın da başa. Kızlar ekranı bəyənən, zəhmət olmasa. Bəyənin, bu ekran sizə bəyənirsin Allah. Mən kənd çorpası, əslində aş kənd çorpası ilə olar. Zahidə xanım, təşəkkür edirəm. Ürəyim, var ol. Canım gözüm. Sizi tanıdığım üçün şad oldum. Bu səhifə təzə səhifədir, ona görədir. İndi verərəm, görə. Bu o səhifə deyil, orada varsan, burada yoxsan. Çünki bunda heç mod deyil, bir nöqtədir. Bu axşama nə pişirəsən? Axşamdır da elə. Sus da sən də Yorxan. Ay Yorxan, elə axşama pişirəm də bunu. Hədər yerə də soğan qovurdum, Qardaş, indi bax, qardaşlarıma səslənirəm buradan, dostlarıma, buradakı kişilərə. Evlənəcəksinizsə, bu bir dənə səsin kəsin bir dəqiqəlik. Evlənəcəksinizsə, bax, əvvəlcədən deyirəm, bax, evlənəcəksinizsə, tanış olan kimi soruş, yemək pişirə bilirsən. Pişirə bilmirsə, yaxın getmini onu almayın. Çünki o əgər 100 kilosansa, evləndin 3 gün, 5 günə uçarsın 50 kiloya. Bütün günü kafelerde yiyəsin. Başa düşdü. Ya ona göre kişiye de sevgi mədədən keçir. O mədə dolu olmalı ki, kişinin beyni işləsin. Allah haqqı, mən elə bildim bu telefon haqqında bilirsən, demə hər şeyi bilirmişik. Sən nə yemişsən? O kadar makaron yedizdirirsiniz ki bize. Makaron oxşayır, ne olacaq belə. Əylə gedirik. Ne kadar makaron qoyarlar adam qabağına. Makaron qatıq, makaron qatıq. Allah, buna qatıq qabına bax elə bunların. Siz bilə qalsın. Yenə danışacağım. İndi danışacağım dedilər yenə başladı. Sən niyə belə yaman olmuşsan? Ay Orhan. Yanıq olmuş. Çox həyasız olmuşsan. Hə, həyasız olmuşsan. Ha, yaman. Yaman olmuşsan. Həyasız. Nedir bu nedir ya? Həyasız olaram da demirəm qabağıma çıxanca makaronla başımı allatmaqsın ya da yumurtayla. Yumurtanı da qarışdırmırıq, glazok elə. Orhan, sənə bir söz deyim. De. Qurana and olsun, mənim kimi belə işli, güclü, təmiz, yemək pişirən atanaxam, balaxam, qədri yoxdur. O ki o, Kleopatra kimi dırnaqları hər gün 20 gündən bir manikürdə, pedikürdə olanların bəxti bax belədir. Ona görə də indiki qızlar, indiki analar qızlarına yemək pişirməyi öyrətmir. Всё. Deyin yalan deyirəm qızlar. Yazın burada deyin Sevda, sən yalan deyirsən. Deyin yalan deyirəm. Deyin yalan deyirəm. Qapını açaram. Handa bir qız deyir, anasının qarnında öyrənir çıxır. Handa bir qız da gəlir evə, heç qaynana onun pişirdiyi yeməyi bilmir. Qaynana indiyin özünə qədər də mənim qaynanam qoyduğum qayda ilə gedir. Mənim qaynanam qoyduğum dolmanı mən kimi pişir. Mən kimi soğan eləyir, soğanı dağ eləyir. Handa bir qızdır.
bilir. Bəxtimiz yoxdur. Əlindən iş gələn xanımların bəxti 1 qram yoxdur. Yoxdur. Orxan, elə sən get yemək pişirməyənin birini al. Deyirəm o suvenir ala. Mənə lazım ki, qabağıma yemək qoyursun. Məzələnirsən məndə. Paltarı ipə sərməyi bilmir. Mən gəl baxıcı tut. Hə, baxıcı tutsun. Mən gəl paltar sərməyimə bax, böyüdən kiçiyə, ağdan qarıya. Rəngləri bir-bir sərləmişə, ay Allah. Birdən kimsə həyətəcilər, mənə lağa qoyar. Çünki sən başladın nə? Sən paltarı lağa qoyar. Sər ora geçsin. İnanırsan, bizim balkona çıxsan, bütün paltarlar bax bu tərəfdən o tərəfə kimi asılıb. Bax belə şey kimi, nədir adı, elə bir külək buradan vurur, bu tərəfə qaldırır. Buradan vurur, bütün paltarları asıblar oradan. Kızlar, ben bu soğanı doldurdum bankaya. Uş. Bu soğanı doldurdum bankaya. Qəşəng. Atılıq qalıydı. Hər çığırtma yemək zat pişirəndə qəşəng. Nə qədər ürəyiniz istəyir, o qədər də istifadə edirik. Mənim bütün soğan çağım belə olur. Bütün soğanlarımı belə dağ edib yığıram. Qəşəng. Hazır olur elə də. Tamam. Nifrət şey bu zəng. Ay, belə söyüşlər yazmayın bura, ayıbdır. Olmadı ki. Uşaqlar, atır yazanlar atın səssizə də. Mərifətiniz qalınacağınız olsun. Nə olur baba, özünü nə bırakmışsınız? Xarab olmur, yox ha. Xadilikdə qalıb, Allahım, necə var, nətər qorulub, elə də o dad gəlir. Tamam. Yok, koy gitsin manikür niyetlisin o. Şunun başına. Onda elə manikür qalır. Dadı qaçar onun. Hayır, qaçmır. Necə var, elə qalır. Sonra da bitti. Yok, ben onu bloka atmışım. Onun canlısında işim var. Ay dadı, deyirəm, qatmır da dadı. Başına dönərəm. Dedi yoxdur bizə. Fərdi. Qatmır da deyirəm, qalır. Nabarot qaldıqca daha gəlir. Babaları gibi dırnaq ətinə getdi. Dırnaq ətinə necə yəni dırnaq ətinə getdi? Dırnaq ətinə özünü eləyə bilmir. Ki ona görə maniküre gedirlər. Ay, bu kim yazmışdı? Deyim baxım. Hüseyin. Fakt adı var ora. Manikür. Bir de o birisi neydi ha? Pedikür. Pedikür idi onun adı. Hadi pedikür. Pedikür. Orxan köynəyinə mən də bayıldım. Sevdim Orxan köynəyi. Çox qəşəng rəngi var. Orxan, bu gün pasivə geyinib gələcəm. Bu rəng mənim ipli paltarım var. Geyinirəm, üstündən də axsarı çıxar. Pastı nədir? Pastı gedirsən? Nədir? Pas. İkimiz də yiyinir. Çırayı evlərə bax. Çırayı evlər axtarıram mən. Ay çırayı evlər. Ölmüş. Orhan, sen Allah güldürsün ay Orhan. Sen indi bu rəhnəci nəsən ki, deyirsən bu rəhməni də var. Paltar geyinib gələcəm sən yanına. Nə hansınla da öyle? Hə? Sarıqdadır. Yox, paltar.
Paltar demirəm, paltar, ipli paltar. Geyinib gələcəm sənin yanına. Ya o ipin zadın başın bırak. İpi zadı uzaq elə. Səncə. Normal bir paltarın yoxdur, gidib gələsən. Bugün ginəndə gələn oraya təhqabı ginəsən. Hədə var da geyinib gələcəm sənin nə işin? Cümay Mehir. Qala çıxıram yoxsa bundan sonra işim gücüm tökülüb qalıb. Planşetlər gəlib, onlar da reklam eləməliyəm. Hə. Vaxtım yoxdur biraz. Dedim görüm sevəcəm dayananlar, kim görüm bunu neydir belə. Şöyle bu səhifəyə də takip atın. Bax 1000 dəfə deyirəm. Nə paylaşdığım videolara. Hayda. Zənci uçaqa qoysun da, Wi-Fi ilə girirsə zənci uçaqa qoyma olur. Yox, uşağın bir yer var, oraya göndərmişəm Dastavkaya. Dünə. Neyse, sonra deyərəm. Burada etməyim. Kredit olur, xeyr. Qatığın nədir Seva? Qatığın nədir? Qatığın şeydir də. Nə deyirlər buna? Toyuğu qızartma. Sonra səhifəyə takip atın. Kim səhifəyə takip atsa baxacam. Dul dörsə mən də takip edəcəm onu. Dul dörsə. Dulsa eləməyəcəm, mən demirəm. Takip atın səhifəyə. Amma dullar yox da, yəni dula atmayacam, qarşılıq verməyəcəm. Hədə! Bezmişəm çünki əlimizdən, bezmişəm. Niyə də nə? Hə? Niyə də nə? Niyə bezmirsən? Benlik de öyledir. Hə? Deyirəm dullar atmasa heç kim atmadı kimi. Deyirəm də mənim yayıma girənlərin 80% dul. Sizin başınıza dönərəm. Sizin mənə Allah çox görməsin. Ey Allah, nə varsa sizdə var. Elə yığılışın gəlin bura dərdləşək. Qardaş kimi, bir dost kimi, tanış kimi, tam çıxın gelin. Biləm bu dəqiqə hamımız doğğa buluyoruz evdə. Sağ ol Fərdi. İnşallah Allah size 5 kız verer. 5 lazım diyor aynen. Yine 5'in şeydi ne adı? Hint içmişəm. 5'in nedirəm? Seva. Yeməyə pişir danışarıq belə öpürəm. Bəli, sağ ol. Bəli. Saçımın nömrəsini bilmirəm. And olsun Allaha, Səidə xanım eləyir. Qəşəng gün olsun ürəyim. Nə bişirsən? Aş, toyuq qızartması. Kasıbın olanından. Harası təsirsiz? Yox. Kız əlim yağlıdır, tıncıxıram. Bu tavan niyə yumadım qızlar? Soğan qovurmuşdum da fərqi nədir? Şöyle yağlıydı.
Onu da söz eləməyim. Xahiş edirəm. Nə bürcüsən balıqlar? Uşaqlar demək yeyiblər. Əti yeyiblər, qulaq asın. Qazanın içində su qalıb, noxuddu. Çox qəşəng də, Allah and olsun, çox qəşəng qalıb. 3 dənə əti götürdüm, qaynadıb atım onun içinə. Kartoflar qalıb, ətlərlə suları yeyiblər. Ətlə noxud da elə bir yemək. Həyat evində qalırsan, nə bişirirəm? Aş. Aş. Bişirəm deyəndə ücə bişdi. Kızlar, niyə ekranı bəyənmirsiniz? Bu boyda 600 nəfərə bu nə ekran bəyənir? Geldi. Ay yok ne konağım. Yok değil konağım da. El yalanım güzel kalıp bir konağım. Dersine hoş gelir ama bu değil bu hayda değilim. Ne güzel temizleyir. Ha, temizler müjdeçisi. Canım, gözüm, yüreğim, ciğerim. Ha, yağda bu yağdı. Hoşuma gelir bu yağ. Şey. Aşın altından ataq. Şey. Şey yaptık ha. Çok ağır. Çok şey yaptık. Uşaqlar yazırdılar. Mən çöldə bayırda olur ha. Gələndə yemək tapsınlar yazırdılar. Salam Seva. Ev kiraya verirəm. İstəyirsən Seva. Günay harda? Hardadır ay Günay? Masazırda. Neçəyə? Sən versən? Sən evindir? Kız. Rüya. Adamı bir maraqlan, soruş. Mənim bacım nətərdir, görən bacım nətərdir. Nə olar ay Rüya? Pis günlüyüm, razı olun. Günay, neçəyə verirsən, qurban olun? Dəqiq gidirsən, yoxsa zarafat edirsən məndən? Titanic 550 mata bahadır ay bacı. Qudurmamışam eləmə. 11-ci ayını tapıb verirsən, 2-ci ayda bilsən qarnıma nə ağrılar dolur. Oo.
Yadımdan çıxır onu. Necə qazanıb verməyin. Günay nömrəmə yaz. Sənlə varam hələ. Niyə az? Mən sənin ağardım az. Sənsən mənim telefonumu açmayan. Sənsən mənim telefonumu açmayan. Sənsən mənə qoz qoymayan. Amma mən hamını axtarıram. Mən bugünkü günümdə hamıya zəng edirəm. Hamını. Hamını axtarıram. Hamını. Heç biriniz deyə bilmərsiniz. Ki Sevda bizi axtarmadı. Günay mənə yaz 077 427 2106. Tez ol mənə yaz. Qurban olun. Qiyməti də deyim mənə qiyməti. Görək bacımla razılaşdıq yoxsa yox. Günay'a da mən yalan demə ya, düzün deyim. Seva Nərminə yaxın tut da. Nərmin özü də gəlir şəhərə. Köçür şəhərə. Yok satmıyor ay kız. Şimdi evini satır. Gün öte 5'te gide özünüzden sattınız. Hemen dedim size ne olur? Ben özüm deyirəm də, deyirəm Nərminli olsa özü də köçər bura. Onun da yolu uzaqdır da, şəhərə gedib gələ bilmir axı. İşinə gedib gələ bilmir. Çıxartdılar ya 5 şəhər özlərindən. Nərmin yerini saxlayır. Radar üstündə birbaşa radar. Harda qalırsan sən? Cəmalə, Sabalanda, Cəmalə. Cəmaləm mənim, ay Cəmaləm mənim. Şirin mənim, ay Cəmaləm mənim. Cəmaləm mənim, ay Cəmaləm mənim. Cəmaləm mənim, ay Cəmaləm mənim. Şirin mənim, ay Cəmaləm mənim. Kız, bu boyda evin ola, sənin evində kırıqın olmuyor. Yine de az. Çözdüğüm başka çıra az yok. Yok çözmedim. Şirin var yok. Şirin Kazastan'da çəkiliş edirəm. Canlı yayın aparıram. Ne pişirsən? Aş kızartmış toyuq. Kızartmış toyuq deyəndə kızartma toyuq. Cücə pişirəm, cücə. Bəziləri demiş, cücə. Bir xırı dindirəyə yemək, nə istəyirsən? 5 dəqiqədə pişirdim, qoydum yerə. Ama ne olsun, bəxtdən danış. Bəxtdən danış. Olmayandan sonra hadi elə. Gedək dəmə qoymadığım aşı yiyəm. Bilirsiniz də mən dəmdə olmayan aşı yiyəm. Aşı yiyəm.
Ne deyir? Bəs əriniz var. Eviniz harda olur? Ərin evlənib. Nömrəsini verim, yığ soruş gör evlənib. Mən bilmirəm. Nəyə baxırsan az? O nerede ağaç? Diyetadayım. Böyle gıç suallar verirler. Bir ərimin halindayım dəqiqə. Hələ buna bax. Bir dənə qatıq çalmışam. Bankadan yerə düşmür. Buna bax. Yağsız yeyirsən, hə. Yağ olmaz. O biraz uzaqdan qoyunca ağzımı ekranın içine salmışam. Bəh, qızıl deyil, sənə qızılsan. Salam. Salıma çıxmışam, hə. Qatıqla yeyirəm də. Yo. Nətər ağaç yeməyinə xoş gedirəm. Ağaç yeməklə xoş gedirəm. Hə, vallah. Nə bilim. Elə istəyirəm hər şey sizin dediyiniz kimi olsun. Xoş getmək, moç getmək. Bayaqdan baxıram o Əliyevə. Heç bir moderator onu səssiz atmır. Diyetdəyəm, diyetdə. Çörək zə demirəm. Su. Həyatım, indi yeyirəm, vsyo. Getdi bir də axşama. Mən gözüm doymur. Əliyev attım səssizə, çünki xoşuma gəlmədi danışığı. Neçə çalırsan yazıb. Ay bambalı, yaz ki, qatığı necə çaldım. Qızım, necə çalırsan, necə çalırsan. Axşam nə yeyəsiniz bu yeməyi? Hay can, ürəyim xoş gəlmişsən. Necə şey olsun, 60'am, olmaq istəyirəm 55. 56. Allah da. Niyə ki, uşaqlarım 7-də gəlir, 7-də oturub yeyəcəklər. Toyda niyə yeyirsiniz axşam? Toyda niyə ən axırda aş gəlir? Niyə yeyirsiniz toyda ən axırda aş gəlir? Yemədə, tökülsün qalsın stolda.
7-də yeyəcəklər, düz saat 2-yə qədər telefon əllərində. Yüzer özünsən. Sənsən. Özünsən Yüzer. Dərsi nə vaxt oxuyurlar? Dərs yoxdur ki, qutardı. Bağlandı dərs onlaynda. Yoktu şey, qutardı da ders yok. Bine geldi. Ne cevap diyeyim ay bacı? Neyin cevabını deyirsən? Mama məndən niyə qalsın? Büyük çöçətmir, bilirəm. Bax, mən neynədim? İndi aşı yedim. Üzüm ləkədi, bilirəm. Ləkədi də üzüm, Allah. Bilirəm də. Bax. İndi yedim, getdi bir də axşama. Axşamda nə yiyəcəm? Qatıqla xiyar yiyir, yat. Saçımı niyə çıxartmışam? Sabah yığır onda. Sən Allah Elnaz. İndi ciddi olan var ki, Can, başına dönərəm sən. Nərmin mənim ağzımda, ağzı çıxan ayımda. Getdim gördüm yatıbdı burnu. Hansı düydü Elnarənin satdığı müjdə. Sadiq, niyə gülürsən? Nə məsələdir? Üşülürsən. İran duysa, 2 manat 50 qəpik. Adı Novruz, düyünün. Melisa deyir, evlisən, yox Melisa. Subayam, sən kimi. Kanalın yaxşıdır, kapatıcı. Ar nə bilim, sən də laf çeksəni. Heç aşı oxşamır. Yedim nənə bir boşqa. Gözüm doymur ama. Ne yemeyeyim qatağı çox. Yemeyeyim.
Sağ ol Düreyim. Bacım. Bacılar ay, bacılar size kurban, bacılar. Düşük. Sağ ol. Bu kaldı. Ama partlayır. Çok yerim partlayır ama. Denize yaraşmır. Okey. Hansı Elnarə satır düyünü? İran mağazası olan Elnarə. Salam, ev tapdın, yox həyat. Mən elə bildim ki, siz izləyicilər mənə kömək eləyərsiniz tapmaqla. Qeyd ağzımda nə var ki? Mən ağzımı silib əlimi yuyuram. Narahat olma. Az mənim ağzımdır, mənim əlimdir. Ağza. Nə istəyirsən? Nə istəyirsən? Ağza. Mənim əlim, mənim ağzım. Sənə nə? Bu. Atılman sən ya. Məni qırmayam. Elə bir məni gic yerdə qoyublar ha. Allah haqqı. Bilmirləri. Oy doğat. Mədəm ağrıdı ya. Allah haqqı. Öldüm iyi. Yedim. Qəşəng. Aş. Qatıq. Gördün? Aş, qatıq. Yedim. Всё. Senin kuzun kofesindən qəşəng içirəm. Axşam bir dənə. Axşam da bir dənə qəşəng senin lüksun kofesindən içirəm. Cüppüllədirəm. Всё. Bura yox, bura qədər bəsdir, sabah səhərə qədər. Nə istsən? Həyata bax, dünya aləm həyatıdır. Dursan. Vallahi uzun sepinlər var. Yeyirsən, içirsən qəşəng. Aşdan, bozbaşdan, qatıqdan. Hamısından yeyib içirsən, daha izlədə bir dənə qəşəng senin bütün kofesin içirsən. Sən bir effektə bax. Allah da bütün var ha, qarnıvın, başının, piyləri bir sənə nətər əriyəcək. Kefin istəyən kimi. Ay, kefin istəyən kimi ha. Allah. Zülfüqar və Zülfüqar 5-6 dəfə içsin ona görə. Zülfüqarda qarın zad qalmayıb. Elə gözəl olur.
Ziyan seva içmə. Mən ziyan zad görmədim, elə eşitdim ki. Belə canını da aldım. Sən fundamentində ziyan içində problem varsa içmə. Bilməm, nə kadar başa salıyorum, məlağa qoyursun. Bu kadar içi bu şey. Bir kalıpkasının içi bu şey keçir ikinciyə. Silindiks'un kofesi kızlar. Kofemiz. Silindiks'un kofesi. Ay Allah yer yok diye Allah hakkı. Kızlar ne varsınız? Silindiks'un kofesinden qəşəng alırsınız, içirsiniz. Köçürdən əziyyət çəkən bəylər, sigareti ata bilməyən bəylər. Silindiks'un kofesinden al, qəşəng. İç, xeyrin gör. Sözüm kişilere de ait ya. Kişilere. Kişiler. Kızlar ekran beğenen. ...583-20-06. Kızlar, köşkülükdən əziyyət çəkən xanımlarımız, mən indi bu dəqiqə hal-hazırda bir boş qab qəşəng aş, dalıca qəşəng qatıq, axşam da qəşəng Silindiks'un ürək kofesindən içirəm, gözünüzün qabağında. Ürək kofesindən qəşəng içirəm, ondan sonra yatıram. Səhər bir dənə də qəşəng o kofedən içirəm, düz gün axşama qədər ac qalıram. Siz yarıqlayacaqsınız, piylərinizi o əldəcək. O demək deyil. 055 583 20 06 Kofe. Neçədir? Cüneyl Paşayeva, Könül Paşayeva. 583 20 06 ekranda var. Mən ekranda nömrə var. Ona yaz. Salam Çanay. Kişilərə də aiddir. Sigareti ata bilmeyen kişiler. Kişiler. Sigareti ata bilmeyen kişiler. Neyinirsiniz? Silindiks'un kofesinden qəşəng içirsiniz, sigareti əlvida deyirsiniz. Neyinirsiniz o ziyansız şey çəkirsiniz? Alacaq, başqa oynayalım. Həmin kofe neçədir? Nömrə vardı ekranda, balam, yaz soruş, qurban olun. Başına dönün. Yazırsan o nömrəyi soruşursan. Xanım anında cavablayır, narahat olma. Geç cavablamır, tez cavablayır. Su kəsilir, onu bura yuyuram. Ne edirsiniz kızlar? Qəşəng kofedən alıb içirsiniz. Arıq qalmaq istəyən bəylər, xanımlar, analar, bacılar, bibilər, xalalar, balduzlar, eltilər. Baxıb gəlinliyinizə belə paxıllıq çəkirsiniz.
Bu necə incədir, bu necə qəşəngdir. Mən də bunun kimi olum. Qardaşımın arvadı var, kukuladır. Neyirsən bacın qurban. Sən lüksün kofesindən alırsan, cübbüllədirsən qarnına. Sən də artıq çeşidən azad olursan. İç, mənə dua elə. Bizim kofelerimiz alışmalıdır, elə belə deyil, yalandan deyil. Ekranı beğenək. Basan baxırsan daha buyur. Ömrün getdiyi müğayətin altında, düz deyirsən. Çatdırılma var, pulsuz. Hə, bir də bir söz deyim. Kofemizin çatdırılması tam pulsuzdur qızlar. Mən zərət qanıyorum var. Kofemizin çatdırılması tam pulsuzdur qızlar. Kızlar bir söz diyeyim size. Su içe bilmeyen hanımlar bile size bu kofi su içizdirəcək. Ben su içmirəm də, su içən deyiləm. Ama bu kofini içəndə bütün günü su içirəm. Eləcə su içirsən kızlar. Eləcə su. İştahı kəsir, bəli. Bəli qızlar, iştahı kəsir. Köklükdən əziyyət çəkən xanımlarımız, siz də mənim kimi arıq, incə olmaq istəyirsinizsə, neyinirsiniz? Sizin lüks kofesini qəşəng alırsınız, içirsiniz. Pulunuz yoxdur, bütöv almağa qutunu 10 dənə, 5 dənə, 15 dənə, 20 dənə Türkçə xanım satır elə. Alın için. Bu sözlərimin hamısı bəylərimizə dair. Ya, elə bilməyin. Ki, təkcə xanımlarımız içə bilər. Hayır. Bəylərimiz də xanımlarımız kimi qəşəng, arıq, incə olmalıdır. Ay bəylər. Alırsınız, qəşəng içirsiniz. Neçədir? Bəli. Bəylər də içə bilər. Qiymətli neçədir? 055 583 20 16 nömrəsinə yazın. Kofe ilə bağlı sizə Türkay xanım bütün məlumatları anında cavablayacaq. Qiymətli özü deyəcək. Burada canlıda qiymət demək olmaz. Səhifəmə ziyandır. Kızlar, siz qiyməti soruşursunuz. Gücünüz çatmır, 5 dənə alın, 10 dənə alın. Ondan sonra Türkçə xanıma bir sən nə deyəcəksən? Deyəcəksən ki, filan ünvana bir karobka göndər. Sən özün zəng eləyəcəksən ki, Türkçə xanım, mənə o kofedən bir karobka göndər. Xahiş edirəm, indi bu dəqiqə. Mən arıqlamışam, əlimin məndən daha xoşu gəlir. Deyir ki, həmişə belə qal, arıq qal, gözəl qal, incə qal. Arıqlama kofesi satırsan, bəli. Bəli, canım gözüm, arıqlama kofesi satıram. Zərərqəm yoxdur ya, sönür o.
Köçürəm də nə deyim. Real Madrid. Abi nə pox yeyirsən burada? Çıx da nə? Nə qələt edirsən? Nə baxırsan? Sənin məndən alan nədir? Nöş yanırsan? Niyə baxırsan? Nə axtarsan mənim canımda? Pisəm ama ağzı ayırıb mənə baxırsan. Niyə? Niyə baxırsan? Nə üçün baxırsan? Nə axtarırsan burada? Nəyə baxırsan? Sənin məndən suyun gəlmir, çörəyin gəlmir. Ali, yəqin sən barışırsan. Mənim ərimlə barışan sən olmuşsan. Düz eşitmirsən. Yəqin sənlə evlənir ona görə. Ola bilər. Su düzlüğü var. Qiymət 5 manat. Qiymət 4 manat. 5 manatlıq bitib 4 manatlıq qalır. Öz evimdə yox. Kirayə. Kızlar, kofe ilə bağlı ekrandakı nömrəmizi rahat şəkildə yaza bilərsiniz. Narahat olmayın. Qəşəng Türkçay xanım cavablayır anında. Siz də alın, artıq piylərinizdən qurtulun. Tam real şəkildə arıqladır. Tam real şəkildə qızlar. Tam real şəkildə pul qazanırlar, amma evləri yoxdur. Baxaraq, sən əlin qədər qazanırıq da biz başqa demələ. Neyini? Çünki mən sənin kimi 2 dənə başsız yetimə baxmıram axı. Kirayədə qalmıram axı. Mən sənin kimi ağrı acı çəkmirəm axı. 2 dənə xəstə uşağa baxmıram axı. Qızım yanıb oğlumun da epilepsiyası. Bağışla da. Sağ ol, sən necəsən? Yox, dəyişəm. Milyar kazanırıq. Vallahi. İki dənə də yetimə mən baxıram. Bacım burada. Mən baxıram, özü əzabından əziyyətlə. Sən buradan mənə bəxtələr görə bilərsən, amma o deyil də yəni. Bildiyin kimi deyilsən. Hoş gəlmişsiniz, yeni gələnlər. Hoş gününüzə gələk. Üzüm ləkə düşür. Ləkə düşür deyən elə üzüm ləkədir. Evdə otururam, vallahi heç işləmirəm. İşlə də ged işlə. Nə var ya? Sən evdə oturursan, elə gəlib zəhərli mənə döşərsən. Bütün işini bir kürurətli mənə döşərsən, bala. Nə var indi? İmkanın yox idi, 3 dənə niyə doğurdun, doğmazdın. Yox, kötmədim, həmin yerdə. Yəni, 3 dənə doğmaq vacib deyildi. Əgər o əvvəldən pis idisə, heç vaxt şah doğmazdın. Onu nə şah doğmaq düzəldir, nə də ki,
ailədə gözəl qadın olmaq. Əgər elə o başdan ayağa uğraşdısa, pisdirsə elə axıra qədər də pis gedəcək. Pis kişi pis kişidir. Pis yox. Niye doğurdun? Sen niye doğurdun? Alisa ben de elə değildi. Ben de adamıydım. Ben anasının evinde kalırdım. Sonra çıktım. Öz aileminde Joanne'i yandırmak istedim. Ben gördüğümü alınmır. Ben de peşmanam doğduğuma ama möhkəm olmur. Bəli, düz deyil. Çoxlu uşaq doğmağından ailə möhkəm olmur. Onu düz deyirsən. Mən də ağlım olmadı. Bax onu düz deyirsən. Mən niyə doğdum 2 dənə uşağa? Bax onu düz deyirsən. Mən niyə doğdum? Nə bilim doğdum da deməsinlər ki, aldığımız gəlinin uşağı olmur. Qoy desinlər ki, elə doğdu 2 dənə uşağı verildi bizə, 2 dənə nəvə verildi. Düzünlərə istəyən deyirlər onlar yenə də. Yenə də. Həsrətində olanlar qurbanlar kəsib paylayırlar, amma mənimkilər bir dəfə olsun qapınatıb səri gedir. Doğdum düz deyirsə, mən də peşmanam doğduğuma. Onu düz dedim. Yəni üçüncüsü nəyə lazım idi? Üçüncüsünü doğmazdın da. Görürdün elə birincidən ərzaydı, doğmazdın. Elə bir dənə doğardın, üstüyorum. Bilirsən ki, elə bir dənə ərdimə çatmaq asandır. Mən getdim kimi ikisini doğmuşam. Hələ heç bilmirəm vətər eləyim, necə eləyim. Allah haqqı. Bütün zülmünü çəkirəm. Gürcü boyu kənara balam. Bütün dəxli yoxdur. Həssas qalır. Sadəcə. Mən də peşmanam. Şimdi ki, mən peşman deyiləm. Mənim ağlım olsa ki, doğardım, yox. 3 uşağım var, yox. Şükür elə, əlbəttə ki, qoyun, şükür edirəm. İndiki günə qədər də şükür edirəm. Min şükür. Burada deyir, qız deyir, ona deyirəm ki, yəni, mən də peşmanam sənin kimi. Gərək doğmazdım. Amma yenə də doğdum. Allah verdi doğdum. Verməsəydin olacaqıydı. Verməsəydin olacaqıydı, pis. Verməsəydi pis olacaqıydım. Sühan uşağı var, mənim uşağım yoxdur. O sözü deyib duracaqıydım. Anne verir, hə, söyləyiz. Qız verməyib nə ayracaq. Ağzı üçün də onu verməsin. Suşaram ya onun yerindən. Dağıdaram ya onun yerindən. Verməyib nə ayracaq, verməyib nə qələt eləyəcək. Az qalıb verməlidir. Dədəmin evindən götürməmişəm ki. Nə də mənə pay verməyiblər. Öz belindən gəlib özdə baxmalıdır, saxlamalıdır. Artıq eləməli ki, əssiyi yox. Dilini dinc qoyardı, yaşayardı məndən. Dilini dinc qoyardı, qalardı məndən. Gül, təşəkkür edirəm. Dinc qoyardı, yaşayardı məndən. Mənim kimi bu dəqiqə qadınlara həsrətli kişilər. Subay oğlanlar var ki, bu dəqiqə qız axtarır. İşli, güclü, dilini dilçəyir. Elə biri elə öz evindəki qardaşı. Görəsən peşmandır. Hə.
Dostlar, bir uzə verilir. Niyə peşman deyil ay qız? Mən kimi qız heç yalvarır, şüşənə də az. Mən kimi qız əlindən verdi. Gözəl, gözəl, şükür, ailə canlı, saf, təmiz. Qızı əlindən verdi, getdi. Durdurma da az. Qoyun. Sana deyəsən ərim tərəfdən sən 100%. Ay qoyun. Sən deyəsən ərim tərəfdən sən 100%. Ərimin çaşqaloşqalarındansan milyon% ha. Milyon%. Cükkülləşdiklərindənsən 100%. Ay Sevda, hay can. Suyu bağlı axıb gedir. Yalvarır barışaq. Yox, mənə yalvarmır. Yox, mənə yalvarmır qızlar. Dosta yalvarmışım burada. Yanır, ürəyi partlayır. Başa düşdün? Əlbəttə, indi bu dəqiqə o elə vəziyyətdədir. Mən qapımı açsam, o mənim dəqiqə qapıma qaça-qaça gələcək. Bildiyin qaça-qaça. Qapımı açsın, deyim gəl barışaq, qaça-qaça gələcək. And olsun Allaha. Hər yerdə blokdadır, bir də alimentdə çıxardıram ki, davay. Qartlatram alimentdə. Neyinlə? Neyinlə gələm? Hələ də sevirsən, mən yox. İstəmir. Sevirdim. Yox. Severdim qızlar. Severdim. Gəlsəydi balalarına dəysəydi, balalarınla xoş gün keçitsəydi, hər altı bazar balaların harasa aparsaydı, mən də qoşulub ondan harasa getsəydi, bəlkə də aramızda sevgi, bağlılıq baş verərdi. Mən ondan bunu görmədim deyə, onu görmək istəmirəm. Elə bu axtarırmış ki, mənim əlim ayağım sevdadan olsun, rahatlasın. Başa düşün, ailənin dərdini çəkmir, qaz, su, kirayə, ev, eşik, produkt. Uşaq məktəbə getdiyində, yedinə, içdiyinə, götürdüyünə qoydu. Hansı kitabı aldı, hansı müəllimin yanına getdi. Cibinə nə qədər pul qoydu, Sevda yola saldı. Bunların heç bir salam. Bunların heç birini o görmürsə, eləmirsə, vəsyo. Ona zaten də eləmirdi. Qızlar, senin lüksün kofesindən danışaq. Neyse, çox danışdım. Qoyun deyir, dırdır arvatsın, ona görə sən boşuyum. Qoyun elə dedi bayaqları. Allah haqqı, Allaha and olsun, hələ indiki günə qədər də o 2 dənə uşağın neçədə məktəbə girib, kişinin qızı saat neçədə məktəbə girib, neçədə çıxacağını bilmir. Bax, bu ölsün. And olsun Allaha. Bilmir. Məndən soruşur, uşaq neçədə çıxacaq. Bu son 1 ay, 2 ay ərzində insanda qol 2 dənədir. İnsanda qol 2 dənədir. 2 dənə qol var, 2 dənə də əl var. Bir əlindən mələk, bir əlindən oğuru. Tutub, harasa aparıb vaxt. Bəli qızlar. Əsl ata azdır. Bax, and olsun Allaha deyirəm, Evin kirayəsi, qazı, suyu, işığı, Wi-Fi-ı, qarını, başı, əyini, hər şeyi məndən. Çıx təzdən gir, sevən ürək. Hər şeyi məndən. Bütün əziyyəti, 2 uşağın bütün
altı, üstü, məktəbi, pul yığıldı, toyu, bayramı, hüzürü, yası hamısı məndən. Hara gedirdim, mən atırdım. Mən saxlayırdım. Ay xanım, çıxın təzdən girin, səs gəlir. Bax, and olsun səni məni yaradan Allaha. Hamısının əziyyəti mən çəkmişəm, ömür boyu. Allah haqqı deyirəm. Hara getmişəm, toya getmişəm mən. Yasa getmişəm mən. Siz toya gedəndə kişiniz sizə pul verir, gedib özünüzə paltar alırsınız, ayaqqabı alırsınız, bəzək düzək. Kişim nə qədər veribsə, sədələkdə yanımda dayanmışam. Deyir, mən kişim 100 manat verir. Bunun bəzək də içindədir, ayaqqabı da içindədir, paltar da içindədir. Hamısı içindədir. Mən ama elimi kolumu sallaya özüm işlədiyimlə özümə paltar da alırdım, baş da alırdım, hər şey eləyirdim. Hər şey. Hələ üstəlik ona da eləyirdim. Ona da alırdım. Amma axırı nə oldu? Axırı heç nə, 450 manat, 500 manat maaş gətirirdi. Qaynanan da deyirdi, onu yığıb evdə ala bilərdin, eşikdə ala bilərdin, torpaq da ala bilərdin, uşaq da böyüdə bilərdin. Hə, indi Nuray, bax da indi. Mənə də burada yazırlar ki, boşandın TikTok çəkməyə, boşandın oynamağa, boşandın falan şey eləməyə, sən boşanmısan, kişi axtarırsan, boşandın, əlin qolun açıldı, boşandın, üzün üzlər gördü, boşandın, hər şeyi bildin, boşandın, gəzdin, keçindin, yedin, içdin, hamısını bilir. Bax, mənə bunu yazırlar, o deyil. Heç kim isti yuvasını durduğu yerdə dağıtmaz. Heç kim. O ərdən boşanaram ki, o mənə ev, eşik, boşanmaram ki, heç açdım, boşanmaram. Ərdə olanda mən qoymurdu. Onda kişiydi ona görə. İndi kişi deyil. Vallahi. Onda kişiydi ona göre. Kız da seninle kusun kofesi. Ha. Necəsən balam? Sağ ol, sən necəsən? Mən deyirəm, diyetəmlə. İstər ümumiyyətlə kişi nə olur olsun, pis də olsa, yaxşı da olsa qadının arxasında kişi olmalıdır. Bacıdır, qardaşdır, əmidir, atadır, bibidir, xaladır, hətta baladır. Onlar boş şeydir. Hamısı boş şeydir. Arvada qalan kişi olur. Amma heyf ki, yaxşı kişi, təmiz kişi yoxdur. Bu sözümü deyirəm, dalında da dururam. Kişi var, amma yaxşı kişi, təmiz kişi yoxdur. Sü. Yoxdur da, yoxdur. Gəlin razılaşalım. Sü. Adı kişidir, kişi. Nə olsun, 1000 də kişiyə deyərəm. 1000 də kişiyə deyərəm. 5 dənə kişinin içində mən buraq. Quranası onlardan çox daş daşıyıb gətirərəm. Denən gedi orada 1000 dənə daşı, hər əvizə bir 30-30 düşsün, 5'i 5, nə bilim 1000 dənə daşı 5'ə bölənə nə qədər eləyir, mən onlardan çox tez daşıyaram. Var, səndə var da, bizdə yoxdur. Hə, 200 edir, olsun 200. Var, çox azdır. Bəli, mən nə dedim? Var ya 41-45'in kişiləri, mənim dayım kimi. Dayımı görsən, mənim dayım, əmim. Valla, onlar xəyanət nədir? Arvadla gəzdi nədir? Ona belə göz atdı nədir? Biri gedə dalıca baxa, eləyən nədir? Az. Mən indidən danışıram, mən qabaqçılardan yox, indidən danışıram. Mənim dayım hələ indiyənə qədər bizlə üz-üzə görüşəndə utanıb görüşür. İndikilər üzvü verirsən başqa yervi də öpür. Valla. O şey danışmıram, mən dedim. Yəni, o şey dedim. Sən o şeyə götürürsənsə, o sənin qəlbindir, mənim yox. Hə, sən yoldaşın səndə elə deyil də. Atmısan fil qulağını, mən də çox deyirdim. Mənim yoldaşım eləməz, mənim yoldaşım baxmaz. Mənim yoldaşım eləməz, etməz. Mənə qarşı bunu etməz, uğraşlıq eləməz. Ailəsinə sadiqdir, falandır, filandır, amma gördüm yox. Hə, deyir, daha gəldi. Özü gəldi. Deyir, özü gəldi, bax. Sən ərinə elədiklərini de, o da sənə elədi.
Aha, Ruslan deyə gəldi. Allah, bax, özüdür, bax, burada yazır mənə, bax. Baxın, qızlar. Baxın, Ruslan 34, bax, bu o özüdür. Bax, bu odur. Bax, bunu bura sabitləyirəm, mən, bax, keçmiş əlimdir, deyə, bax, Ruslan. Keçmiş əlimdir. Baxın, sən ərinə elədiklərini deyir. Ərimə elə az eləmişəm. Elə çoxunu eləməliydim. Baxın, deyir Ruslan. Bax, ərimdir, gəldi. Yazışın. Götürün. Tanış olun ərimlə. Hə, yazışın. Partlayır axı, içi çıxır. İçi çıxır axı, ölür. Partlayır. Partlayır, içi çıxır. Allah and olsun. Anası yaşda arvadlarla cükkülləşəndə, bükkülləşəndə heç yadına düşmürdü. Sən ərinə elədiklərini de, o da sənə elədiklərini desin. Vallahi, mən ərimə nə eləyirəmsə, ərimə dayarım deyil. Mən nə eləyirəmsə, bundan sonra eləyirəm. Mən boşadım. Onu mən boşadım. Mən boşadım onu. Yox, ərim deyildi, prosta deyirəm. Mən onu boşadım. Mən dedi, sən verə bilmərsən, sən toxun çatmaz boşanma verməyə. Sən gedib orada filan qədər pul ödəyəsən. Filan qədər pul ödəyəcəksən. Dedim, gələ, gedim ver. Verim sən də, bax. Yığdım görüntü, dedim, bax, Corardayam, Salyan filan yerində. Corardayam, bax, Salyan filan yerində. Hələ gedirəm alimenti də qaldırmağa. Partlayır. Məni kimi qadın əlindən ver, baxı. Mən kimi işli, güclü, qazanan, necə deyim, belə çoxların istəyib tapa bilmədiyi, indi sizdə biraz paxıllıq var da, içinizdə ay qadınlar. Paxıllıq var. Hə. Faktdır da, faktdır. Bəzi kişilərin istəyib əldə eləyə bilmədikləri qadın. Fərqi yoxdur, sizi də deyirəm, siz kimlər də deyirəm. Baldız yoxdur, bir dənə qaynım var. Partlaya gördün nə yazdı? Sən ərvə elədiklərini de. Sən ərvə elədiklərini de, o da sənə elədi. Elədiklərini de, o da sənə elədi. Sənin boyunu yerə soxum, kişi boyunu yerə soxum ki, əgər kişisənsə sən. O sözü deyirsən.